Bir tərəfdə Allah Rəsulunu öldürmək üçün qılıncını itiləyən qəzəbli bir döyüşçü, digər tərəfdə isə ədaləti ilə imperiyaları diz çöktürən möhtəşəm bir xəlifə. Necə oldu ki, Məkkənin ən sərt adamı İslamın ən yumşaq qəlbli rəhbərinə çevrildi? Şeytanın belə odan qorxaraq yolunu dəyişdiyi o adamın Həzrəti Ömərin sarsıdıcı hekayəsi başlayır. Haqla batili ayıran güc, Həzrəti Ömərin İslamla şərəflənməsi. Həzrəti Ömər radiyallahu anhu Fil ilindən 13 il sonra Məkkədə doğulmuşdu. O, Qüreyşin Bəni Adi qolla mənsub idi. Gəncliyində pəhlivanlığı, mahir at çapması və natiqlik qabiliyyəti ilə hər kəsdən seçilirdi. Eyni zamanda o, ticarətlə məşğul olur, şeiri və ədəbiyyatı dərindən bilirdi. Lakin İslamın ilk illərində o köhnə adətlərinə sadiq, müsəlmanlara qarşı olduqca sərt və amansız bir müşrik idi. Onun üçün İslam babalarının yoluna bir təhdid idi. Məkkədə gərginlik artırdı. Ömər bu yeni dini tamamilə bitirmək üçün Allah Rəsulunu öldürməyə qərar verdi. Qılıncını qurşayıb yola düşərkən öyrəndi ki, öz bacısı Fatimə və kürəkəni Səid də müsəlman olublar. Qəzəblə onların evinə hücum çəkdi. İçəridən gələn Quran səsləri onu daha da hiddətləndirdi. Lakin bacısının qətiyyətli duruşu və qan içində belə imandan dönməməsi Öməri sarsıtdı. O, oxunan vərəqləri əlinə aldı və Taha surəsinin ilk ayələrini oxumağa başladı. Ayələr ürəyinə bir ox kimi sancıldı. Polad kimi iradəsi Allahın kəlamı qarşısında əridi. Artıq o, köhnə Ömər deyildi. Qəlbi İslamın nuru ilə dolmuşdu. Dərhal müsəlmanların gizli toplaşdığı Darul Ərqama getdi. Onun gəlişindən hər kəs narahat olsa da, Allah Rəsulu onu qarşıladı. Ömər orada kəlmə-i şəhadət gətirərək müsəlman olduğunu elan etdi. O gün müsəlmanlar ilk dəfə təkbir gətirdilər və bu nida Məkkənin dağlarında əks olundu. Onun müsəlman olması İslamın gücünə güc qatdı. Müsəlman olduqdan dərhal sonra Həzrəti Ömər radiyallahu anhu Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə dedi: Ey Allahın Rəsulu, biz haqlı, onlar isə nahaq deyillərmi? O halda niyə dinimizi gizlədirik? Onun bu qətiyyətinə görə Allah Rəsulu sallallahu aleyhi və səlləm ona haqla batili kəskin şəkildə ayıran mənasını verən Faruq ləqəbini verdi. O artıq imanın və cəsarətin simvolu idi. Həzrəti Ömər radiyallahu anhunun İslama gəlişi ilə müsəlmanlar ilk dəfə gizli deyil, aşikar şəkildə Kəbənin yanına getdilər. Ömər müşriklərin gözü qarşısında namaz qıldı və heç kim ona mane olmağa cəsarət etmədi. Onun bu addımı Məkkədə bir inqilab idi. Məzlum müsəlmanlar artıq özlərini daha güclü hiss edirdilər. Çünki yanlarında Faruq vardı. Səhranın polad iradəsi, cəsarətli hicrət və Mədinə illəri. Müsəlmanlar Mədinəyə hicrət etməyə başlayanda müşriklərin əziyyətindən qorunmaq üçün əksəriyyət gecə vaxtı gizlicə yola çıxırdı. Lakin Həzrəti Ömər radiyallahu anhu fərqli bir yol seçdi. O, qılıncını qoşayıb, yayını çiyninə asıb, Kəbəyə gedərək müşriklərin qarşısında uca səslə dedi: Mən Mədinəyə hicrət edirəm. Arvadını dul, uşaqlarını yetim qoymaq istəyən varsa qarşıma çıxsın. Heç bir müşrik bu çağırışın qarşısına çıxmağa cəsarət etmədi. Onun bu cəsarəti hicrəti bir qaçışdan zəfər yürüşünə çevirdi. Mədinədə İslam dövlətinin təməlləri atılarkən Həzrəti Ömər radiyallahu anhu hər zaman ən ön cəbhədə idi. Bədirdə, İslamın bu ilk böyük sınağında o, haqqın batil üzərində qələbəsi üçün canını sipər etdi. Uhudda müsəlmanlar çətin anlar yaşayan da o sarsılmaz bir dağ kimi yerində durdu və Peyğəmbərimizin sallallahu aleyhi və səlləm şəhid olduğu şayəsini yayanlara qarşı ümmətin mənəviyyatını qorudu. Xəndəkdə və Məkkənin fəthində o həm hərbi dühası, həm də sarsılmaz iradəsi ilə İslam ordusunun əsas sütunlarından biri oldu. Həzrəti Ömər radiyallahu anhu sadəcə bir əskər deyildi.
həm də dərin zəkaya malik bir məsləhətçi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir çox mühüm məsələdə onun rəyini soruşar və onun kəskin bəsirətinə etimad edərdi. Hətta tarixdə Muvafaqat-ı Ömər olaraq bilinən hadisələr vardır ki, Həzrəti Ömərin təklif etdiyi bəzi fikirlər sonradan enən ayələrlə təsdiq olunmuşdur. O, Allah Rəsulunun hər anında onun yanında olan sadiq bir köməkçisi idi. Bu sarsılmaz dostluq ailə bağları ilə daha da möhkəmləndi. Həzrəti Ömərin qızı, elmi və təqvası ilə seçilən Həzrəti Hafsa radiyallahu anhanın Peyğəmbərimiz sallallahu aleyhi və səlləmlə evlənməsi Ömərin Peyğəmbər ailəsinə yaxınlığını daha da artırdı. Həzrəti Ömər radiyallahu anhu üçün Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin razılığı hər şeydən üstün idi. Hüdeybiyyə sülhü zamanı müsəlmanların xeyrinə görünməyən maddələrə qarşı çıxsa da, Allah Rəsulunun qətiyyətini gördükdə dərhal təslim oldu və ömrü boyu o günkü ani tərəddüdünün kəffarəsini ödəmək üçün daha çox ibadət və xidmət etdi. Onun sədaqəti kör-körənə bir itayət deyil, dərin bir eşq və idrakın nəticəsi idi. Ədalətin sönməyən məşəli, ikinci xəlifə və dövlət idarəçiliyi. Həzrəti Əbu Bəkir radiyallahu anhu vəfat etmədən əvvəl ümmətin gələcəyini düşünərək Həzrəti Öməri xəlifə təyin etdi. Ömər bu vəzifənin nə qədər ağır bir yük olduğunu bilirdi. O, xəlifə seçildikdən sonra minbərə çıxıb xalqa belə müraciət etdi. Ey insanlar! Əgər mənim haqq yolundan azdığımı görsəniz, məni düzəldin. Bu, onun idarəçiliyinin təməl prinsipi idi. Allaha itaət və xalqa qarşı tam şəffaflıq. Həzrəti Ömərin idarəçiliyində qanun qarşısında hər kəs bərabər idi. İstər bir vali olsun, istər adi bir vətəndaş. Ədalət tərəzisi hər kəs üçün eyni dərəcədə həssaslıqla işləyirdi. O, məşhur ədalət mülkün, dövlətin təməlidir prinsipini sadəcə sözdə deyil, əməldə sübut etdi. Onun dövründə xristiyan bir vətəndaşın haqqını qorumaq üçün müsəlman bir valini cəzalandırması ədalətinin sərhəd tanımadığının ən böyük sübutu idi. Həzrəti Ömər radiyallahu anhu İslam dövlətini müasir və sistemli bir struktura qavuşdurdu. O, dövlət xəzinəsi olan Beytulmalı təşkilatlandırdı və məhkəmə sistemini qurub hakimlər, yəni qazılar təyin etdi. Poçt təşkilatından tutmuş, hərbi bazaların qurulmasına qədər bir çox yenilik onun adı ilə bağlıdır. O, həmçinin xalqın rifahı üçün əhalinin siyahıya alınmasını həyata keçirdi və uşaqlara müavinət kəsilməsini təmin etdi. Həzrəti Ömər radiyallahu anhu digər liderlərdən fərqləndirən ən mühüm xüsusiyyəti xalqına qarşı olan dərin məsuliyyət hissi idi. O, gecələri hər kəs yatarkən Mədinə küçələrini tək başına gəzirdi. Evlərdən gələn səsləri dinləyirdi ki, ehtiyacı olan, ac qalan və ya dərdini deməyə utanan bir kimsə olub-olmadığını öyrənsin. Kürəyində un çuvalı daşıyaraq kimsəsiz bir ailəyə kömək etməsi və özünü tanıtmadan onlara xidmət etməsi onun təvazökarlığının və uca şəxsiyyətinin zirvəsi idi. Onun qəlbindəki məsuliyyət hissi sadəcə insanlarla məhdudlaşmırdı. O deyirdi ki, Fərat çayının kənarında bir qoyun azsa və ya bir can zərər görsə, qorxuram ki, Allah bunun hesabını Ömərdən soruşar. Bu düşüncə tərzi onu dünyanın ən dürüstü və ən çox sevilən rəhbərlərindən birinə çevirdi. O, dövlət malını qorumaqda o qədər həssas idi ki, şəxsi işini görərkən dövlətin şamını söndürüb öz şamını yandırırdı. Şərqdən qərbə İslamın zəfərləri, böyük fəthlər dövrü. Həzrəti Ömərin radiyallahu anhunun xilafəti dövrü İslam tarixinin qızıl dövrü və fəthlər əsri kimi yadda qalmışdı. Onun dövründə İslam dövləti sadəcə bir regional güc olmaqdan çıxıb, dünyanın iki nəhəng imperiyasını diz çöktürən bir dünya dövlətinə çevrildi. Həzrəti Ömər radiyallahu anhu dövründə İslam orduları eyni zamanda iki cəbhədə, şimalda Bizans, şərqdə isə Sasani imperiyası ilə qarşı-qarşıya gəldi. Qədisiyyə və Nəhavənd döyüşləri ilə əsrlər boyu hökm sürən Sasani imperiyası süqut etdi və İranın qapıları İslam'a açıldı.
Yarmuk zəfəri isə Bizansın regiondakı hökmranlığına ağır zərbə vurdu. Bu qələbələr sadəcə hərbi güclə deyil, İslamın gətirdiyi ədalət və hürriyyət eşqi ilə qazanılırdı. Bu dövrün ən duyğulu və möhtəşəm hadisələrindən biri Qüdsün fəthi idi. Qüds xalqı şəhərin açarlarını yalnız xəlifənin özünə təslim edəcəklərini bildirdikləri, Həzrəti Ömər radiyallahu anhu Mədinədən yola çıxdı. Onun Qüdsə daxil oluşu tarixin ən böyük təvazökürlük dərsi idi. Növbə ilə mindikləri dəvəyə minmək sırası xidmətçisinə çatdığı üçün, dünya dövlətinin rəhbəri şəhərə dəvənin cilovundan tutmuş piyadə halda daxil oldu. Şəhərin açarlarını təslim alan Həzrəti Ömər radiyallahu anhu, xristiyan və yahudi əhali üçün misilsiz bir təhlükəsizlik fərmanı, əhdnamə yazdırdı. Heç kimin inancına toxunulmadı, kilsələr qorundu. O, ədaləti ilə Qüds xalqının qəlbinə elə bir taxt qurdu ki, bu rəftar əsrlər boyu davam edəcək İslam tolerantlığının təməli oldu. Fəthlər dayanmadan davam edirdi. Amr ibn Asın rəhbərliyi ilə Misir fəth edildi və qədim sivilizasiya ocağı İslamın nuru ilə tanış oldu. Eyni zamanda Suriya və Fələstin torpaqları tamamilə müsəlmanların idarəsinə keçdi. Qısa müddətdə İslam dövlətinin sərhədləri qərbdə Liviyaya qədər, şərqdə isə Xorasana qədər genişləndi. Həzrəti Ömər radiyallahu anhu üçün əsl fəth torpaqları deyil, qəlbləri qazanmaq idi. O, fəth edilən yerlərdə xalqa zülm edilməsinə əsla icazə vermir, valilərini daim nəzarətdə saxlayırdı. İnsanlar illərdir Bizans və Sasani zülmü altında əzilərkən, İslam ordularının gətirdiyi ədaləti görüb, qrup-qrup İslamı qəbul edirdilər. Bu, tarixin gördüyü ən sürətli və ən qalıcı mədəniyyət yayılması idi. Bir ömrün şəhadət zirvəsi, hicri təqvim və vəfatı. Həzrəti Ömər radiyallahu anhu dövlət işlərindəki qarışıqlığı aradan qaldırmaq və müsəlmanların öz tarixlərini qeyd etmələrini təmin etmək üçün böyük bir addım atdı. Səhabələrlə məsləhətləşərək İslamın dönüm nöqtəsi olan hicrəti təqvimin başlanğıcını elan etdi. Beləliklə, müsəlmanların öz kimliklərini zamana həkk etdikləri hicri təqvim təsis olundu. Bu, İslam mədəniyyətinin müstəqillik bəyannaməsi idi. Onun dövründə İslam dövləti sadəcə genişlənmədi, həm də mükəmməl bir sistemə qovuşdu. Həzrəti Ömər radiyallahu anhu məhkəmə sistemini müstəqilləşdirdi və valilərdən asılı olmayan qazılar, yəni hakimlər təyin etdi. Beytülmali nizama salaraq xalqın rəfahını təmin etdi. Poçt və rabitə şəbəkəsini quraraq uzaq vilayətlərlə əlaqəni sürətləndirdi. Daimi ordular və hərbi şəhərlər Kufə, Bəsrə kimi inşa etdirdi. Həzrəti Ömər radiyallahu anhu hər namaz sonrası belə dua edərdi. Allahım, mənə sənin yolunda şəhid olmağı və Rəsulunun şəhərində vəfat etməyi nəsib et. İnsanlar təəccüblənirdi. Mədinədə, dövlətin mərkəzində şəhadət necə ola bilər? Lakin Allah bu sadiq bəndəsinin duasını qəbul etdi. Hicrətin 23-cü ili idi. Fəcr, yəni sübh namazı zamanı Əbu Lü'lüə adlı bir kölə zəhərli xəncərlə rükuda olan Həzrəti Ömərə hücum etdi. Ağır yaralanmasına baxmayaraq, o ilk olaraq məni kim vurdu deyə soruşdu. Bir müsəlman tərəfindən vurulmadığını öyrənəndə, məni bir müsəlmanın əli ilə şəhid etməyən Allaha həmd olsun, dedi. Bu, onun müsəlmanlar arasında fitnə düşməməsi üçün göstərdiyi son həssaslıq idi. Həzrəti Ömər radiyallahu anhu vəfat etməzdən əvvəl Həzrəti Ayşə radiyallahu anhadan tək bir xahiş etdi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm və Həzrəti Əbu Bəkir radiyallahu anhuların yanında dəfn olmaq. İcazə veriləndə o dünyanın ən xoşbəxt insanı oldu. Beləliklə, o həyatda olduğu kimi əbədiyyətdə də ən yaxın dostlarının yanında yerini aldı. Həzrəti Ömər getdi, lakin onun ədaləti yer üzündə silinməz bir iz qoydu. O, zalıma qılınc, məzluma isə qanad oldu. Onun həyatı bizə öyrətdi ki, əsl güc taxt tacda deyil, Allaha olan bağlılıqda
və ədalətli olmaqdadır. Həzrəti Ömərin həyatı haqqında hazırladığımız bu silsilənin sonuna gəldik. Onun ədalətindən bir damla belə olsa həyatımıza qata bildiksə, nə xoş bizə. Kanalımıza abunə olaraq digər böyük şəxsiyyətlərin həyatını da bizimlə öyrənə bilərsiniz. Allahın salamı və rəhməti üzərinizə olsun.